Xarici defibrilyator cihazımızdır. Əsasən biz bunu istifadə edirik. Xarici daşına bilən cihaz olduğu üçün biz bunu istifadə edirik təcili tibbi yardım maşınlarında. Üzərində gələnlər nələrdir? Hazır qutusu ilə gəlir. Qutusunun üzərində hətta yer qoyublar, onun zaryadkasını görə bilirsiniz. Yəni bu gördüyünüz ekran düşür həmin hissəyə və bu ekrandan zaryadkasını hər daim görə bilirsiniz. Üzərində göndərir bir-birinə birləşik 2 ədəd elektrodlar, yəni bu elektrod bir kabelləndir və içində 2 dənədir. Şəkildə də görürsünüz, pasiyentin bədən nahiyəsinə yapışdırırlar. Ön tərəfinə, bel tərəfinə, ürəyin arxa hissəsinə, yəni bu şəkildə gördüyünüz kimi. Və bu elektrod isə bu hissəsinə keçirilir. Yəni burada yeri var və ora taxırsınız bu elektrodu. İndi mən taxmayacağam. Həmçinin üzərində 2 ədəd baterekası gəlir ki, bu baterekalar doldurulmur. Yəni istifadə elədiniz, bitdi və tullantıdır, yəni tullanır. Yenilənmir, üzərində də yazılıb recharge olunmur, do not recharge. Bunun adi defibrilyatorlardan fərqi nədir? Yəni bu cihazın adi defibrilyatorlardan fərqi, siz burada heç bir parametr qoymursunuz. Öz üzərində də qeyd elədiyi kimi avtomatik external defibrilyator. Yəni bu cihaz özü parametrləri pasiyentə uyğun seçir. Pasiyentə uyğun seçəndən sonra sadəcə siz şoku basırsınız və şok dalğası verir. Bu qədər, yəni çətin bir cihaz deyil, çox bir parametri yoxdur. Üzərində də hər şeyi, instruksiya qaydaları izah olunub. Bu qaydada hər şeyin kimi yazıblar üzərində. Bu qədər.